Və bizim növbəti şagirdimiz Dadaş bizə indi 72-ci sualı, daha doğrusu short text-i izah eləyəcək və tam tərcümə ilə. Buyur Dadaş. Choose the correct statement according to the text. Testdə doğru variantı seçin. Correct, bəli. Düzgün fikri seçin. Hi Anna, thanks for your invitation to the picnic. Salam Anna, piknikə dəvətin üçün təşəkkürlər. I would love to come. Gəlmək çox istəyərdim. But I have a dentist appointment in the morning. Amma səhər çəkmirlə görüşüm var. Can we meet next weekend instead? Bunun əvəzini gələn həftə sonu edə bilərik. Görüşə bilərik. İndi buyur sualları oxu. Anna will go to the dentist. Anna diş həkiminə gedəcək. Xeyr, burada belə bir şeydən danışmır. The picnic is in the evening. Danışır, orada mətndə danışır. Sadəcə olaraq orada problem nədir? Niyə anı seçə bilmirik? Çünki Anna getməyəcək. Anna'dan müəllif gələcək. Sağ ol, bəli. The picnic is in the evening. Piknik axşam zamanıdır. Xeyr, piknik belə olmayacaq. The writer can join the picnic today. Müəllif, yəni o məktubu yazan, yəni yazan şəxs bu gün piknikə qoşula bilməyəcək. Böyle bir şey var, amma bunu saxlayırıq. They are planning a birthday party. Onlar ad günü partisi planlayırlar. The writer will go to the picnic alone. Müəllif piknikə yalnız gedəcək. D və Y-də düzgünlük yoxdur. Aysə doğru cavab C variantı. Aferin. Alqışlayaq Dadaşı. Çox gözəl, super.